ağ rəngli maşınları sevmirəm. Yəni istəyir bu Range Rover olsun, istəyir Gallic olsun, istəyir Rolls Royce olsun. Nə maşın olur olsun da. Yəni ağ rəngdə maşın niyə olsun? Bu mənim subyektiv fikrimdir ya. Bu o demək deyil ki, siz də ağ maşınları sevməlisiniz və yaxud da mən burada maşınları təhqir edirəm. Yox. Söhbət bundan getmir əlbəttə ki, ağ maşının bir dənə üstünlüyü var. Mən onunla razılaşıram ki, sən ağ maşını 20 gündən bir apararsan moykaya. Amma belə bir maşını və yaxud da mənim sürdüyüm o qara rəngdə olan maşını, hansı ki dəhşətli dərəcədə sevirəm, qara maşın, Black Edition zat o yan bu yan, bütün qaraltmışam da maşını. Amma 3 gündən bir, 4 gündən bir yayında bu istisində yenə də aparıram moykaya. Toz, zat, o yan bu yan, quşlar sağ olsunlar. Bax belə bir Black Edition deyirlər bu maşına, Changan Yunize'yə. Changan Yunize'nin ən bahalısı sayılır bu. 10.500 manat ilk ödəniş deyir gəlmişən, 37.000 üstündə olan bir qiymət. Əslində Black Edition'dır, Black Edition deyil. Sadəcə adı belə gedir. Tünd göy rəngdə, milyoner rəngində olan bir belə deyək, boyası var maşının. Görürsünüz də zərri-mərri, amma özünə məxsusdur. Bu başqa cür bir Changan Yunize'dir. Bu maşında mənə gəlir ki, bir dənə şey çatışmır. Bu da Spacer. Biraz təkəri çıxardırsan, qutardı getdi. Bu maşına vid vermək, nə bilim, nəsə eləmək ehtiyac yoxdur. Amma ağ maşını sevən insanlara da buradan xüsusi salamlar.